Yəni 5 barmağın 5-indən də başladı zərbə endirməyə. Gördü ki, mən başımın huşunu itirirəm yavaş-yavaş. O dəqiqə başladı bundan istifadə edib məni yerə yıxıb başımı betona döyməyə ağır zərbələrlə. Yevlax sakini Günel Elmiyeva Kanal 21-ə müraciət edərək bir aya yaxındır işlədiyi Yevlax nömrə 1 pubda həmkarı tərəfindən döyüldüyünü, müəssisədə isə ciddi qanun pozuntularının baş alıb getdiyini bildirir. Günelin sözlərinə görə 5 dekabr 2025-ci ildə pubda çalışan digər bir qadın ondan akvariumu silmək üçün əski gətirməsini tələb edib. Günel bunu bir qədər sonra edəcəyini deyəndə həmin qadın onu hədələyərək axırı pis olacaq, indi gətir deyib. Günel iddia edir ki, tələbi dərhal yerinə yetirmədiyi üçün qadın onun ünvanına ağır söyüşlər səsləndirib, hətta uşaqlarını təhqir edib. O qadından səbəbini soruşmağa yaxınlaşanda isə həmin qadın Günelin üzünə, gözünə və baş nahiyəsinə ağır zərbələr endirib. Vətəndaşın iddiasına görə hadisə zamanı nə işçilər, nə də rəhbərlik buna müdaxilə etməyib. Hadisədən sonra aparılan baş beyin müayinəsində Günelin baş nahiyəsindən zərbələrdən sonra yaranmış dəyişikliklər qeydə alınıb. Göz sinirləri və kəllə sümüklərində ciddi qırıq olmasa da travma izlərinin olduğu tibbi sənədlərdə təsdiqlənir. Vətəndaşın sözlərinə görə bu pubda qayda qanun ümumiyyətlə yoxdur. Onun bildirdiyinə görə müəssisədə az yaşlı uşaqlara qəlyan verilməsi adi haldır. Lakin Azərbaycan qanunvericiliyinə görə 18 yaşından aşağı şəxslərə tütün və nikotin məhsullarının verilməsi qəti qadağandır. Lakin iddialara əsasən Yevlax nömrə 1 pubda buna nəzarət edən yoxdur və heç kim məsuliyyət daşımır. Qeyd edək ki, bu sözü gedən müəssisədə ilk qanun pozuntusu deyil. Pubun yerləşdiyi ərazidə yaşayan sakinlər də susmuş. Onların sözlərinə görə müəssisədə gecə saatlarında səsləndirilən yüksək musiqi və səs-küy artıq dözülməz həddə çatıb. Sakinlər bildirir ki, bir neçə dəfə şikayət etsələr də heç bir tədbir görülməyib. Yevlax sakini Günel Elmiyeva Kanal 21 vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək o həm ona fiziki zorakılıq edən qadının cəzalandırılmasını, həm də Yevlax nömrə 1 pubda geniş miqyaslı yoxlamaların aparılmasını tələb edir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Elmiyeva Günel Əfəndi qızı bir ay yaxındır ki, Yevlax nömrə 1 pubda işləyirəm. Ayın 5-i 12-ci ay 2025-ci il tarixində işə getdim. Elə bir ki, piyada getdiyim üçün yorğun idim. Getdim oraya işə, iş yerinə daxil olarkən gördüm iş yoldaşlarım akvarium var, onun üçün təmizləmə işinə məşğuldular. Çıxdım yuxarı, girdim içəri, qoxuna tərəfə, üstümüz adımı dəyişəndən sonra oturdum bir stəkan çay içmək üçün. İş yoldaşım qayıtdı mənə dedi ki, dur mənə bir dənə əski gətir. Akvariumun içini təmizləmək üçün. Sonra mən ona bildirdim ki, bir stəkan çay içeyim, 5 dəqiqə dayanandan sonra əskini gətirərəm və sonra bana təkrar bir də əsəbi formada dedi ki, sana demirəm, dur əskini gətir, yəni əmr formasında. Mən də qayıtdım dedim ki, niyə belə mənə aqressiv danışsan da, yəni kimsən sən mənə əmr eləyəsən. O mənə qayıtdı dedi ki, mən səni bu dəqiqə işdən çıxartdıracağım, buranın yiyəsi mənəm. Mən dedim ki, sən kimsən ki mənlə bu formada danışırsan da, yəni buranın yiyəsi var, yəni sən burada mənim kimi işçisən, ofisiyant işləyirsən. O da qayıtdı ki, mən buranın yiyəsiyəm. Üçüncü səfər yenə mənə aqressiv danışdı. Dedi, yenə dur, saat demədim, belə qışqıraraq, yəni müdür kimi də, yəni mən əmrlə, növbünə mənə dedi ki, dur sənə dedim əskiyyəti, yoxsa axırı pis qutaracaq. Sonra gördü ki, mən bunu eləmirəm, bunu dediklərini. Əsəbi formada mənim uşaqlarımın, evlatlarımın adını çəkərək mənim tərəfə nalayiq ifadələr işlətməyə başladı. Mən də bunu dözməyərək, yəni yaxınlaşdım bu xanıma ki, sən nə demək istəyirsən deyəndə qayıtdı mənim üz nahiyəmə, yəni 5 barmağın 5-indən də başladı zərbə endirməyə. Gördü ki, mən başımın huşunu itirirəm yavaş-yavaş. O dəqiqə başladı bundan istifadə edib məni yerə yıxıb başımı betona döyməyə ağır zərbələrlə. Yəni yanımda administrator var idi. Administrator da yəni araya girdi ki, ayrılsın, amma çox soyuq vəziyyətdə girdi. Yəni 2 dənə kişinin arasında o qız məni o vəziyyətə saldı. Bir müddət 10 dəqiqə məni yerə döyəndən sonra ətrafımdakı kişilər də, yəni o yanındakı müştərilər və yaxud da yanında 2 dənə administrator da var idi. Bir dənə xanımı saxlaya bilmədilər güya ki. Yəni icazə verdilər ki, mən amansızcasına döysün. Sonra mən 10 dəqiqə məni yerdə döyəndən sonra orada video görüntülər də var, kameralar da var ki, çəkilişlər də var. Döyəndən sonra mən bir müddət durdum ayağa, yoldaşımı yığaraq kömək çağırmaq istədim ki, yəni mənə bu vəziyyətə salıb da, yoldaşıma zəif çatmadı. Mən düşərək yerə aşağı düşdüm ki, yoldaşımı çağırım, gördüm yolun o tərəfində yoldaşım dayanıb. Mən də yoldaşımı çağıraraq
Dedim ki, yəni məni bu vəziyyətə salıbdı. Yoldaşım qalxdı xarici, niyə mənim yoldaşım, yəni, ay xanım, niyə bu yoldaşım bu vəziyyətə salınsa, o da qışqıraraq onun üstünə hücum elədi ki, yaxşı eləmişəm, buranın yiyəsi mənəm. Yaxşı eləmişəm, təzədən yenə mənim üstümə cumaraq, mən təzədən eyni vəziyyətdə göz nahiyələrimə, sifət, burun nahiyələrimə zərbələr endirərək başımı yerə vurdu təkrar yoldaşımı həmin Vidadi ilə Fazil adlı şəxs tutaraq ki, yəni arxaya döyə bilsin də bu qız bunu. Onlar administratorlardı. Vidadi saxladı ki, yoldaşımı qoy, qız yoldaşım bunun qabağına durmuş ki, yəni şey eləməsin, yəni vurmasın. Orada qavyan da var idi, administratorlar da var idi, ətrafımızda başqa müştərilər də var idi. Onlar yəni qorxularından yaxınlaşmadı. Amma administrator hal-hazırda mənim yanımda işləyən işçidir də, yəni mənim kimi maaş alan işçidir. Yəni müdürün işçiləridir, amma buna baxmayaraq da yəni o xanıma müdaxilə etmədilər. Sanki ürəkli, yəni mənə döyməyinə icazə verdilər. Yəni iki dənə kişi, bir dənə xanımı saxlamamaq nə deməkdir? Yəni güc çatmamaq nə deməkdir? Hə, bunlar məni döydü, təzədən yenə eyni zərbələrlə, qız mənim üstümə cumaraq, mənim halım pisləşmişdi, koftam zadım cırılıb, paltarım zadım, yəni pis gündə, mən o tanıdığımdan, yəni arada məni döydüyü video görüntülər var, yəni amansızcasına mən nətə başımı betona döyürdüsə, onlar da qıraqdan yoldaşımı tutaraq ki, yəni bu öz bildiyi kimi eləsin də bunu, qisas almaq niyyəti ilə məndən. Mən gözümə zərbələr endirəndən sonra özümü itirdim, ürəyim getdi, qanım töküldü oralara. Sonra bir saatdan sonra, bir saat məni döyəndən sonra xanım. Nizat müəllim, müdürümüz Nizat müəllim həmən yenə məni həmən döyən momentdə gəldi. Gələndən sonra da gəldi, gördü ki, davadır, qırğındır. Təzədən həmin qız müdürün yanında, Nizat müəllimin yanında, yəni müdürümüzün adı Nizatdır. Nizatın yanında da gəldi, təzədən mən bir də hücum elədi, bir də döyəndə müdür də buna elə reaksiya vermədi də, yəni ki, pis reaksiya vermədi də, yüngül reaksiya verdi. Bana da deyirdi ki, siz çıxın gedin evinizə şikayət eləmədi, yəni istəyir ki, ört bastır olsun bu işinizdir. Ha, elə bir ki, orada adam döymürlər də, elə bir ki, sakit reaksiya verdi, elə ağır reaksiya vermədi, müdür hər şeyə göz yumur. Bunları hamısını eləyəndə elə o müdür oldu. Yüngül, bu qədər dərəcəyə çıxardan da, bu işçilər bu qədər dərəcəyə çıxardan hamısını o Nizat müəllimdir. Ki, millətə yəni gözünün qabağında adam döyürlər, bu heç bir tədbir görə bilmir. Qızları yola saldı ki, çıxın gedin evə, yəni ki, ört bastır olsun da bu iş bilinməsin. Bana denirdi ki, başının üstündə 2 dənə kamera var. Yəni mənə döyəndə orada yanında administratorlar olub, heç bir müdaxilə eləmədi ki, qoy bu qızı rahat şəkildə döysün bu işgəncə ilə. Mən başıma neçə dənə zərbələr aldım, gözüm bu halda düşdü, burnumun neçə yerindən qırığı var, əlim barmağımda çıxıqlar var, 3 dənə barmağımın üçü də çıxıqdır. Sonra müdür mənə dedi ki, çıx get evə, məndən şikayət eləmə. Mən də dedim ki, niyə görə şikayət eləmə, mən bu qədər zərbə yemişəm sənin işçinin tərəfindən. Qeyri-qanunsuz bizi burada işlətir, özü səssiz çıxmasın. Niyə görə ki, mən canımdan artıqdır, nəysə iş mənim. Bu müdür özünün işi yaxşı geçsin deyənə, bizi orada işlədirdi ki, yəni nəsə hadisə olanda da deyirdi ki, bizə səsizi çıxartmayın. Yəni sizə nə deyir desinlər, əxlaqsız sözlər də desələr, səsizi çıxartmayın. Məni döyən xanıma neçə dəfə əxlaqsız sözlər deyirlər, müdür ört bastır eləyirdi, qapalı yerdə siqaret çəkilə buna icazə verilir, söylə buna icazə verilir, qavyan çəkirlər buna icazə verilir. Öyle dəfələrlə şikayət gəlib ki, bu ətraf qonşularda ora elə bir şey elə yerdir ki, cəmiyyət içində ailə yaşayan yerdir, səs-küy olmaz, orada səs-küy icazə vermirlər, saat 2-yə 3-yə kimi fəaliyyət göstərək vaxtları olur. Bunu ört bastır eləyir ki, yəni ki, mənim işim geçsin, siz canınızdan olsanız da mənim işim geçsin. Buna hansı qanun qaydada icazə var? Mən orada amansızcasına döyüldüm, müdür bir dəfə səs çıxmadı, bir dəfə maraqlanmadı ki, mən işçimən olub, başına nə iş gəldi bundan sonra. Heç kim maraqlanmadı, bunu oranın müdürü maraqlanmadı. Maraqlanmadı ki, yəni nətər oldu da, nətər olmadı. Mənim obyektimdə baş vermiş birisi, məsuliyyət daşımadı, heç bir məsuliyyət olmadı. Heç bir məsuliyyət daşımadı ki, mən işçimin başına bu iş gəlib, mən nəsə köməklik göstərim, yox. Heç bir 3 dənə qız işlədi, qızı orada nə qədər də söyləsələr, durub döysələr də yenə də ört bastır eləyən bir şeydir. Yəni ki, mənim xahişimdir ki, mən dəyən ziyanı, o xanım, bir də müdür öyrəsin. Ki, mən ağır zərbələr almışam, başımdan travma almışam mən. Mən neçə gündür işsizəm, mən yerimə çörək gətirə bilmirəm, mənim 2 dənə azyaşlı evladım var, mənim uşaqlarım var. Gözümdən travma almışam, gözümün bu ətraf qaraltısına görə mən çölə çıxıb iş axtara bilmirəm hal-hazırda. Mən neynəməliyəm? Mənə dəyən ziyanı bunlar ödəməlidir. Həm mənəvi, həm maddi ziyan deyib, psikologiyama güclü təsir edən,
beyin nahiyələrimə güclü təsir edən, yəni amansızlıqla döyülmək haqqında əlimdə videolar da var ki, mənim qız nə formada döyübdü, qıraqdakı administratorlar da göz yumdu buna ki, rahatlıqla döysün. Halbuki onlar müdaxilə edə bilərdilər ki, məni o formada döyməsinlər, yəni. Mənə həm maddi, həm mənəvi ziyan dəyib. Barmaqlarım saatı 5 hərəkət edə bilmirəm. Mən də çölə çıxa bilmirəm ki, mən çıxıb bir, yəni hardasa iş tapıb işləyim, mən uşaqlarıma çörək yaparım. Mən xahişim odur ki, aidiyyatı qurumlardan mənə dəymiş mənəvi maddi ziyanı, bu mənə edilən haqsızlığı göz yummasınlar da, yəni mən köməklik eləsinlər ki, mən həm maddi mənəvi edilən ziyanı ödəsinlər qarşı tərəf. Mən bunu xahiş edirəm sadəcə, mən xahiş edirəm. Bu nömrədə qanunsuz işlər çoxdur. Yəni ki, az yaşlı uşaqlar gəlir orada qalyan çəkir, 3 dənə xanımın yanında əxlaqsız sözlər danışırlar. Yəni bunu administratorlar göz yumur. Sual verəndə ki, niyə ki göz yumursunuz, niyə tədbirini görmürsünüz? Deyirlər, siz başınızı sallayın, çıxın gedin. Yəni siz bəndə olmayın da, yəni sizlər nə varsalarda, nə eləsələr də bəndə olmayın. Mən sizdən ayət qarşıda xahiş edirəm ki, mənim bu vəziyyətimi ictimailəşdirəsiniz və mənə köməklik göstərəsiniz, aidiyyatı qurumlara çatdırasınız. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyatı qurumlara və Allaha qalır.